Salam, axşamınız xeyir olsun. Necəsiz? Bu günləri vlogu buradan başlamaq istədim. Yağmurun pastelinə dəyişirəm və bu mitildir. Təbii ki, bu yorğan özüdür və padedyanika sərəcəm. Deməli, başladıq. Aslında bunu fərqli səvirəm. Bu formada əlimə keçirdirəm. Yavaş səzir. Sonra bunu yorğanın eni və uzunluğunu tapıram. Öncədən tapaq. Bu isə uzundur, bu isə endir. Deməli, enin bir tərəfini tərs üzündən baxın belə eləyirəm. Və digər uzuna da keçirəm. Bu formada. Baxın indi. Görürsünüz, düz üzrə çevrilir. Bakın tam. Bakın bu bayaq tutduğum yerdir. Cəzə oxudum aldı. Bu da bu hissəsidir. Tam oturdu. Gəldim yenə. Deməli, mən bu uc hissələrini biraz tikirəm, qaçmasın deyə. Balaca bir sapla da olsa problemi yoxdur. Əsas odur ki, yüngülcə dərirəm. Baxın bu formada uc hissəsindən ki, qaçmasın deyə. O da iri tikirəm. Çünki uşaq fırladır sağa, sola. O da tərpənir yerindən. O da xoş olmur. Çünki həm padedyanik olacaq üstündən. Həm də ki, altında çuxol. Yəni o uşağı biraz yorur, incidir. Yatarkən fırlananda çox narahat eləyir onu həmişə. Baxın, bu formada indi tikib göstərəcəm. Baxın belə. Belə tikirəm, görürsünüz. Söz kəsirəm. İndi dörd tərəfində tikəcəm belə. Deməli, qızlar, mən burasını, bu hissəsini tikəcəm. Baş hissəsidir. Artıq o hissəsini tikdim. İki tərəfini, uclarını tikmişəm. Və belə hazırladım, qattaladım. İndi burasını tikib gələcəm. Həm tikib, həm çəkmək çətindir. Ona görə hissə çəkib, daja hazırlayıb sizə göstərəcəm. Zeynep. Sana ne oldu? Çekmedi. Kıvrandım. Ha? Çömreldin. Niye? O bir gezi. Amirin gezmeyine sevinirsen. Seni kurban oğlum ben. Nihayet. Asıl balcı kimi sevinir ona. Seni kurbanca bile mama işidi. Ne gibi? Ya sen çekmeyeyim. Ben kim çekse çok usanıyorsun. Ya çıkıyorum ki ne çekiyorum oradan. Yaş. Seni kurban. Asıl balcı kimi sevinir. Bana da her şey video çekiyorsun. Akşam gəlinimiz Amirin videosunu atdı. İlk addımlarını, sərbəst ilk addımlarını çəkmişdi videoya və bizə atdı və biz onu gördük. Zeynep çox kövrək uşaqdır deyə, çox həddən artıq həssas uşaq olduğu üçün başladı bir yəni bacı kimi kövrəldə ağladı ki, yəni sevinç göz yaşları idi. Deyirdi Allah sənə qurban, çox şükür. Həmişə deyirdi ki, bunun bir dənə
addım attığını görsəm, ana deyir, özü sərbəst. Düz iməkləyirdi, əlindən tutub gəzirdi. Amma özü sərbəst gəzə bilmirdi, hələ qorxurdu. İlk addımlarını çəkib atmışdı maması bizə və Zeynəb ona kövrəlirdi. Sevinç göz yaşları idi. Və bu arada da burada bəzi xırda-xuruş şeylər aldıq, mini bazarlıq elədik. Daha bunu ayrıca paylaşmadım. Elə sizə vlog halında paylaşdım ki, siz vlogun içərisində buna da görəsiniz. Yəni sizdən heç xəbərsiz heç bir şey eləmirik. Nə eləyiriksə sizinlə paylaşırıq. Qaynanam soğan doğrayır və belə. Belə bir şey gördük, trend indi hal-hazırda trenddir deyə biz də fikirləşdik ki, belə bunu biz də edək, görək necə dadı var və sizinlə də bölüşək. Təbii ki, istəsəz yoğurt qabında da düzəldə bilərsiniz. Biz görünüş olaraq marojna qabında belə bir şeydə yoğurtu əlavə elədik, bir qab yoğurtu və bir ədəd, yəni bir ədəd paçka yox ha, bir ədəd peçenya, yəni yubileyni aldığım peçenya, siz hansı peçeni istəsəz içərisinə qoya bilərsiniz də. Biz bir ədəd peçenyeni belə formada xırda-xırda doğradı və yoğurta qarışdırdıq. Ondan sonra fikirləşdim ki, buna əlavə nə edə bilərəm? Bu yoğurt şokoladlı deyil deyə, çiyələkli olduğu üçün dedim bunun üzərinə qoz ləpəsi, yəni çəkilmiş qoz ləpəsi əlavə eləsək çox gözəl olar. Bax da. Çək. Mənə də çəkəcəyim çək. Deməli, bu günləri gedirik Yağmuru həkimə aparırıq, diş həkiminə. Yağmur da ki, diş həkimin dərdindən sakit durur, gizlin ağrılarını çəkir. Arada bir dözə bilməyəndə deyir, ana uşaq vaxtı mənə bir dənə həkimim var idi, onun qısa kare saçı var idi. O mənə dişimi götürüb əli ilə çəkəndə mən qorxuram o iki diş həkimlərindən. Qorxuram, bu da götürüb əli ilə dişimi travmalı uşaq. Uşaq travmalı. Qorxuram, necə şey eləyirlərsə, özü çıxanda gözümə gün vur deyə mənə. Bu da belə. İndi gedək görək, Yağmur orada konsert verəcək, yoxsa sakitçilik olacaq? Bilsən ki, mən də sakitçilik olur həmişə. Onu Zeynəbdə. Deyil və inanma. O mənim uşaq vaxtımdaydı. Bəli. Xoşum gəlir, elə xoşum gəlir. İnana bilməzsən də. Bana bir dəfə dedi ki, necə həkimə gedir. Mən dedim ki, olar, olar. O da dedim ki, olar da çıxartsın. Mən bezimdə bu tərəfdəki 2 dənə dişim çıxıb ondan sonra. Nə qədər ağrılar da özmüşəm. Ana da dedi ki, məktəb başlayandan bəri 4 aydır falan mənim dişim ağrıyır. Ana da dedi ki, yo, sənin dişin çürüydü də, aparmaya. Mən dedim, yaxşı, çürüydüsə heç nə olmaz. Çünki onun dişi düşdü də, o düşdü. İkisi də düşüb, ikisi də çürüydü, ikisi də. Çünki niyə? Yağmur Zeynəbin dişi tərpənirdi, həm də ağrı verir. Dedim, o ucu düşmək üzrədir, mən bunu aparsam, yəni nə xeyri olacaq? Həkim heç bir şey eləməyəcək. Yellənirdi. Zaten yellənir. Yenə təzəsi yellənməyə başlayıb. Amma Yağmurun dişi, gəl belə maşın gəlir. Yağmurun dişi tamam başqa cürdür. Çünki Yağmurun dişi ortasından çürüyüb, orta hissələri və kənarları qalıb. Ona görə Yağmurun dişi həkimlikdir. Zibil atmağa yeddi ata. Ailəvi yığılışıb Yağmura qorxma deməyə gedirik. Yağmur qorxma. Yaz da boyunca İnanın çox qışqır. İnanın qorxduğunda konsert verirdi. Sən eşqirsən Bu boyda iğnə vurulanda konsert verirdin. yox, o bilsən nə idi? Belə soxurdu belə. Amma bir də həkimə getmişdi. Axırıncı dəfə həkimə getmişdi. Axırıncı dəfə gələndə qışqırmadım. Çünki o normal vurdu. İcablı qadın normal vurdu. Amma yox, hamısı icablı da onsa. Neysə, o arıq yaxşı vurdu. Combul pis durur. arıq yaxşı vurur combul. Olmalı. Apro hospitala getmişdi. Analiz götürürdü vitaminlərə görə qan analizi götürürdü və heç xəbər olmadı ki, nə vaxt vuruldu, nə vaxt götürüldü. Elədim, sonra gördüm ki, qurtardı, getdi. İndi o onun xoşuna gəlib. Amma indi əvvəllər Diplomat vermişlər sakit durduğu üçün. yox, onu bu hiss iynə eləməmişdi. vurdu. Heç mən bilmirdim o ver. Boş bırax özünü.
Qutqavı istəyirsən ver mənə. Bax, güzgüdə gömələklər işləyir. Maraqlı olsun. Açsız, görsən. Şeyləşdirici vurdu səkin. Yox, deyir, dərman şey deyirəm də, qollarına. İğnə qırmır, dərman. Süt tapıldı. Səbirli ol. Süt tapıldı. Açsız, görsən. Bağla, götürür. Salfetka da götürsün. Al. Hərəkət elə, hərəkət elə. O qədər tərifləmiş. Deməli, xanımlar və qızlar, canlarım, gözlərim, padvala düşdük. Padvaldan pomidor, belə pomidorlar bağlamışam, dışdıq. Baxın, görürsünüz. Bunlar tomatlıq pomidor gedirdə. Yəni, püre halında eləməmişəm, soyutma halında eləmişəm. Və bəzilərini belə sadə, bəzilərini belə biberli eləmişəm. Biberini də tam pomidora çıxır, çox qəşəngdir. Bu cemdir. Bu, səhv etmirəmsə, armud cem idi. Amma armud mən 2 cür pişirmişdim. Birinin rəngi tünd çıxmışdı, birinin rəngi açıq. Yine açanda sizlə çəkəcəm, paylaşacağım. Bu zoğaldır. Bu şeydir, nədir bunun adı? Qarpız mürəbbəsidir. Baxın, görürsünüz, yayda sizinlə bağlamışım. Çox qəşəngdə qalıb. Bu naşərafdır. Bu mən eləməmişəm, rayondan gəlib. Və bu badımcanın içidir. Sirkəsi azalmışdı deyə. Ona görə gətirdim ki, sirkə töküm. Saxlayıram belə çöldə, yəni padvalda. Növbəti yayda lazım olur. Heç də xarab olmur. Xaldan ki, qoysanız istifadə edə bilərsiniz. Bu göyən mürəbbəsidir. Bax, belə yazıram üstlərinə, o qədər rahat olur. Bəzilərinkini yazmamışdım. Tələsikdə olub. Yəni, pomidor heç pomidor bəllidir. Bu da həmin pomidorlu biberdəndir. Və bu əncir cemidir. Üstünə də yazmışam. Yəni, məsləhətdir ki, belə yazasınız, üstünə qoyasınız, sizin üçün çox rahat olacaq. Və burada da əncirin özü var. Yəni, mürəbbəsinin özüdür. Bunları gətirmişəm, qoymuşam umfankin yanına ki, bunları yuyub, səliqəli şəkildə tərtəmiz, tozun torpağın yığıb. Və bu badımcandır. Bu çox möhtəşəmdir. Özüm tutmuşam. Sonra qırmızı pomidor. Çox ləzzətlidir, nefisdir. İndi bunları sizinlə bərabər yuyum, təmizləyim, yığım. Başladıq işə. Bilmirəm siz də eləsiz ya yox, amma biz xanımlar, mən əminəm ki, bir çoxlarımız beləyik. Hansı bir işi görərkən düşünürük ki, bugün nə bişirək, sabah nə yiyək, bu işdən sonra hansını plan cızırıq, amma nə qədər plan cızsaq da plan üzərində hərəkət edə bilmirik. Nə üçün? Bunun da bəzi səbəbləri var. Və məsəl üçün belə deyim, məsələn uşaqlı evdəsə deyirsən ki, məsəl üçün mən bunları qabları yuyum, keçim yeməyimi bişirim, sonra keçim evləri yığışdırım və yaxud da hansı otağın səliqəyə salmalıyım şkaflarını və yaxud da ki, pastellərini dəyişməliyəm və uşaqlısansa, üzüm mənim qızlarım böyüyürlər, maşallah olsun, Allah bütün balalarını canını sağ eləsin. Amma buna baxmayaraq, hələ də onların nazını çəkirəm. Çünki mənim balalarımdır. Onlar belə 50 yaşına gəlsələr də Allah sağlam ömür versin hamımıza. Mən onların yenə nazını çəkəcəm. Yenə də onların istəyini özüm durub edəcəm. Yəni biz analar beləyik, övladlarımızı həssasıq, övladlarımıza qarşı. Deməli təsəvvür eləyin ki, bunu yuyarkən fikirləşdim ki, çünki getmişdik Yağmuru həkimdən götürdük, gəldik, elədik və fikirləşdim ki, bundan sonrası nə edəcəm, nə edəcəm və axşamacan hamısı fərqli oldu, planlarım fərqli oldu. Amma gün ərzində gördüyüm işlər fərqli oldu və bu arada öz aramızda Yağmura da qışqırtma elədim və bunu da Yağmura qışqırtma istəyən izləyicilərimizə gəlsin. Çünki çox istəyirdilər. Yağmura qışqırtma biraz çətin məsələdir. O nə üçün? Zeynəb hər şeyə belə deyək də inanır və tez əsəbləşir, özündən çıxır. Amma Yağmuru özündən çıxartma hər adamın işi deyil. Belə bir plan cızdım. Dedim mən bunu neynim, neynəmiyim. Axır bir fikir tapdıq. Zeynəblə bir həftədir fikirləşirdik. Axır bir fikir tapdıq və onun əsasında qışqırtma elədik.
Və bunları yuduq, qəşəng təmizlədik. Kameraman Zeynəbdir. Balam Həmişəki kimi. Bəli, bəli. Yağmur həmişə aradan çıxır. Ata bir də mən olmuşam kamera. Bunları belə düzürəm ki, suları çəkilsin və şkafa yığacaq. Görmür, biraz belə eləyim də. Biraz arxadan çək istəyirsən. Düşür. Belə tut. Aferin. Duruşuma görsəniz mən necə dayanmışam. Yaşın olmaz. Bunu düzü yuma da aşağı gedəcək, amma yenə neçə olsun. Baxın, belə bir düzəltdim, yudum, təmizlədim, qoydum, əlaçı. Belə bir şeylər elədim. Yoldaşım bax görmüşdü bunu. Çox qəşəng, çox ləzzətlidir. Zeynəb necədir? Marjına vadı gəl. Zeynəb bu arada yatmağa hazırlaşıb, şəkərdi giyindirmişəm ki, üşüməsin. Bundan yiyəcək. Bu nəlidir? Nəysə. Şəftəlidir. Şəftəli. Yağmur necədir? Yaxşıdır. Mən çox çərəyliyəsini bəyəndim. Bu çiyələklidir, yoğurt. O şəftəlidir. Uşaqlar... Yağmur, sən hansını xoşladın? İkisi də eynidir. İkisinin də dadı yaxşı. Nə çəkirsən? Zeynəbdir. Kanseska ilə nə tər düşürsən? Efərdi. Gel. Video çəkirəm ha. Bunun səsi düşsün. Amis, gel. Amma kəsdi biraz da. Çağır gəlsin. Tez qucaqlaya onu, yaxşı. Omaj cicə. Bax, Gəl. Abi. Gəl. Ben bak. Us. Uzundan diyemeye Qorxur şeydən. Hə, gedirsən? Hə, poşuq. Bax, təpiyəm. Onu. Seni belə ayağı ilə bağlayır. Ay, səni artist. Sonra bak o ne? Abi sen de yaz böyle. Ana yaz. Götür yaz. Ağız açık vermeyi körüyor onu. Yaz de yazır. Anne bunu sen de yaz. Allah pulladı ona. Yaz. Sen de buna yaz diye bundan xoşu gəlir. Yaz. Manki deyir ki oxumuram, oxumuram, el çəkin. Yaz. Ders hazırlanıp çektiğim Sen de yaz oradan koçursun yazırsan. Ana başına gelir. Arkası da gelir. Koşalım bakalım. Bu kimdi? Amişti. Ayaklarını yiyecek. Amişti bu. Ona özün böyle forma fasonka verir ki yaxşı düşsün. Ha, çekti bacı. Ne inir orada? Az getdi. Bacının... Çekme. 2 saatte bir videosunda elləşək. Uğraşıb. 2 mahnını mixləmişəm bayaqdan. Anam da götürdü, onları qaleriyadan sildi ki, çözüm yol tapacaq. Bütün proqramdan silindi o. Bütün əziyyətim getdi. Əziyyətlə hazırlanmışdım, Ayda. Qışqırmağı salırdı ki, üstümə az baxıb planşetə. İndi o qədər çox yenə baxacam. Yenə hazırlayacağım. İndi mən də sənkindən sileyim. Eləmə, şey qoy yükləyib qutarsan. Bəs mən də onu YouTube'a yükləyəcəkdim. Eyni şeydi də. Mən də YouTube'a... Özümə planşetimdən çəkmə, siləcəm bunu. Siləcəm. Özümə yerim yoxdur. Var. Yoxdur. Mən planşetimdə yer yoxdur. Var. Sən necə mənimkiləri sildin, mən də sənkiləri siləcəm. Mən sənə ne dedim ki? Mən sənə dedim silmə. Mən planşetimdə elə deyil o proqram. Sən amma sildin. Android'dən iOS fərqlidir. Gözümdən yaş Oh my god.
Axır. Vallahi vur, Axmır. bir də əli vur gözüm qırağına, həqiqətən. Yox, istəmirəm. Bir də əli vur, bax da. Can şeylə qubban oynuyor. Ana əziyyət var idi onda. Bu da sənə olsun qışqırtma. Siləcəm ana, siləcəm. Yağmur. Siləcəm. Ana siləcəm. Elim yoxdur mənim. Mənə qoy göndərsin.